Deməli, birincisi üstü funksiya. Bu bölmədən üstü funksiyadan da sual düşdüyü vaxtlar olub. Loqaritmik funksiyadan da və loqaritmanın tapılmasından da. Yəni, üçündən də suallar görmüşük. Ona görə, yəni bu düzdür. Bu başlığın altından bir dənə sual düşür. Amma hansından düşdüyünü bilmirik. Üçü də düşür. Birincisi üstü funksiya. Üstü funksiya nədir? A böyükdür 0, fərqlidir 1 olmaq şərti ilə, bu şərtlər daxilində y bərabərdir a üstü x şəklində yazılan funksiyalara üstü funksiya deyilir. Yəni, tərif bu şəkildə verilir. Üstü funksiyanın əsası 0-dan böyük, 1-dən fərqli olmalıdır. Bu, bunun tərifidir. Yəni, bizdən soruşmayıblar. Tərifi belə veriblər. Deyirlər ki, a 0-dan böyük, 1-dən fərqli olmaqla y bərabərdir a üstü x şəklində yazılan funksiyalara üstlü funksiyalar deyilir. Məsələn, y bərabərdir 3 üstü x, y bərabərdir 2-də 1 üstü x, y bərabərdir kök altda 7 üstü x və s. və s. Yəni, buradakı a, yəni əsas 0-dan böyük, 1-dən fərqli olmalıdır. Tərif bu şəkildə qəbul olunubdur. İndi, gələk bu üstü funksiyanın xassələrinə. Birincisi, təyin oblasti. Biz burada x-in yerinə istənilən ədədi yaza bilərik. Yəni, 3-ün üstünə 1-də yazmaq olar, mənfi 1-də yazmaq olar, 0-da yazmaq olar, 2-də 1-də yazmaq olar, mənfi 2-də 1-də yazmaq olar. Yəni, x istənilən qiyməti ala bilər. Amma y, yəni qiymətlər çoxluğuna olacaq. Bu funksiyanın qiymətlər çoxluğu 0-dan müsbət olsadır. Mən 3-ün üstünə 1-də yazsam, mənfi 1-də yazsam, 2-də 1-də yazsam, mənfi 2-də 1-də yazsam, aldığım cavablar ancaq necə ədədlər oldu? Müsbət. Neynəsəm də 3 üstü x-i mənfi bir ədədə bərabər eləyə bilməyəcəm. Yəni, x-in yerinə elə bir ədəd yaza bilməyəcəm ki, o ifadənin qiyməti mənfi olsun. Yəni, ona görə də üstü funksiyada verilən suallar əsasən qiymətlər çoxluğu ilə bağlı olur. Yəni, biz başa düşürük ki, y bərabər a üstü x-də a üstü x-in qiymətləri həmişə 0-dan böyük olur. Heç vaxt 0-dan kiçik olmur. A neçə olur olsun. Üçüncü, bunun azalan və artanlığına aid də suallarımız olur. Əgər əsas 0 ilə 1-in arasındadırsa, üstü funksiya azalanır. Məsələn, y bərabərdir 2-də 1 üstü x azalandır. Yəni, arqumentin qiyməti artdıqca funksiyanın qiyməti azalır. Amma a 1-dən böyük olanda artandır. Yəni, məsələn, y bərabərdir 2 üstü x. Məsələn, baxın. Y bərabərdir 2-də 1 üstü x-in qiymətlər cədvəli tərtib edək, baxaq. Biz x-ə artan sırada bir neçə ədəd veririk. 1, 2, 3, bölür 2-də 1, 4-də 1, 8-də 1. Yəni, azalır. Amma y bərabərdir 2 üst x-in bir qiymətlər cədvəli tərtib eləsəm, 1, 2, 3 verəndə olacaq 2, 4, 8. Yəni, əsas 0 ilə 1-in arasında olduqda üstü funksiya olur azalan, əsas 1-dən böyük olarsa olur artan. Sonra bunun qrafikini tanımalıyıq. Yəni, biz ümumiyyətlə bütün keçdiyimiz funksiyaların qrafiklərini tanımalıyıq. Sadəcə elə qrafiklə bağlı olan suallar belə buraxılış imtahanında istifadə olunur. Məsələn, bunun qrafikini çəkib, bunun yanında yazıb ki, bu 3 üstü x-in, nə bilim, x plus 1-in, nə bilim, kök altda x-in, nə bilim, nəyin qrafikidir. Biz qrafik tanımalıyıq ki, bu üstü funksiyanın qrafikidir. Yəni, sadəcə digər funksiyaların da düsturlarını yazır, deyir ki, seçim elə görə bu hansının qrafikidir. Deməli, burada iki cür qrafik var. Artan və azalan halın qrafikləri. Bu çəkdiyim y bərabərdir a üstü x-də a böyükdür 1 olan halın qrafikidir. Yəni, artan funksiya. Məsələn, y bərabərdir 3 üstü x-in qrafikidir. Biz burada a-nın nə olmasından asılı olmayaraq x-ə 0 verəndə y 1 olur. 3 üstü x-də olsaydı, 5 üstü x-də olsaydı, nə bilim 7 üstü x-də olsaydı, buydu qrafik. Azalan funksiya olanda isə qrafik bu şəkildə olur. Yəni, bu qrafik heç vaxt x oxu ilə kəsişməyəcək. Çünki nə üstü funksiyanın qiyməti 0, nə də mənfi olmayacaq ki, kəsişib aşağı keçsin. Bu dediyimdə y bərabər a üstü x-in a 0-1 aralığında olan, yəni azalan halının qrafikidir. İndi bununla bağlı, qrafiklə bağlı, buraxılış imtahanında bir sual düşmüşdü. İndi qiymətlər çoxluğunuzda suallar göstərəcəm. Qrafiklə bağlı olan bir sual var idi. Deməli, belə bir qrafik çəkmişdi.
Bəli. Yox. Estağfurullah. Artan idi. Azalan da ola bilər. Mən buraxılışdakı təxmini, yəni rəqəmlər eyni deyil. Y bərabərdir a kvadratı minus 5a plus 5 üstü x. Deyirdi ki, a-nın hansı qiymətlərində bu funksiyanın qrafiki bu şəkildəki formada olar. Bəli, deməli, biz başa düşürük ki, o artan halın grafikidirsə, yəni bunun əsası birdən böyük olmalıdır. Bu da a kvadrat minus 5a üstə gəlir 4 böyüdür 0 kvadrat bərabərsində gedib çıxır. Bunun üçün də biz başa düşürük ki, intervallar üsulu ilə həll edəcəyik. Kökləri 1 ilə 4'dür. Ələ doku çəkdik. 1'i 4'ü qeyd elədik. Böldük intervallara. Müsbət, mənfi, müsbət. Köklərdən kənar olmalıdır. Mənfi sonsuzluqdan 1'ə, 4'dən müsbət sonsuzluq. Və yaxud tutaq ki, belə bir misal verir. Deyir, y bərabərdir 2a minus 1 bölünsün 7 üstü x funksiyasının qrafiki a-nın hansı qiymətlərində bu şəkildəki kimi olar? Deməli, 2a minus 1 üstü 7 0 ilə 1 arasında olmalıdır. Buradan da birinci hər tərəfi 7'yə vurdum. Sonra hər tərəfin üzərinə 1 əlavə elədim və böldüm 2'yə. Deməli, a 2'də 1 ilə 4 arasında olmalıdır. Məsələn, deyə bilər ki, a-nın ala biləcəyi tam qiymətlərin cəmini tap, sayını tap. Aydındır mı? Yəni, bu tip suallar buraxılış imtahanlarında istifadə ediblər. Gənə indi bununla bağlı, yəni bu dərsdə ən çox verilən sual qiymətlər çoxluğu ilə bağlıdır. Ən çox. Y bərabərdir 2 üstü x. Bunun qiymətlər çoxluğu nə oldu? 0 müsbət sonsuzluq. Orada 2 də olsa, 5 üstü x də olsa, 3'də 1 üstü x də qiymətlər çoxluğu budur. Bəs y bərabərdir 2 üstü x plus 3'ün 3'dən müsbət sonsuzluğa. Y bərabərdir 2 üstü x minus 3'ün mənfi 3'dən müsbət sonsuzluğa. Y bərabərdir mənfi 2 üstü x'in mənfi sonsuzdan 0'a. 2 üstü x 0'dan böyük olurdu. Hər tərəf mənfiyə vuranda y 0'dan kiçik olacaq. Yəni 2 üstü x müsbət qiymətlər alırsa ancaq mənfi 1 vurulsun 2 üstü x ancaq mənfi qiymətlər alır. Aydın oldu. Yəni onu mənfiyə vurduğumuz üçün bu şəkildə olur. Y bərabərdir 3 vurulsun 2 üstü x'in qiymətlər çoxluğu 0'dan müsbət olur. Çünki biz 0'ı 3'ə vuranda olsa 0 eləyəcək. Y bərabərdir 5 vurulsun 2 üstü x plus 1'in qiymətlər çoxluğu bəli, 1'dən müsbət olur. Y bərabərdir 7 çıxılsın 2 üstü x. Mənfi sonsuzluqdan 7'yə. Niyə? Bayaq dedim əslində 2 üstü x 0'dan böyüdür. Düzdür? Mən bunu mənfiyə vuranda 0'dan kiçik oldu. Hər tərəfin üzərinə 7 əlavə eləsən, yəni bu bizim funksiyamızdır da. Y-in qiymətləri 7'dən kiçik olacaq. Yəni mənfi sonsuzluqdan 7'yə qədər olacaq. Aydın mı? Sonra, burada əsası nə yazmağımdan asılı deyildi bu qiymətlər çoxluğu. Mən ora 2'nin yerinə 3'də 1 də yazsaydım, cavablar eyni cür qalacaqdı. Bu suallarda, bu nümunələrdən danışıram. İndi belə bir misaldan danışıram. Y bərabərdir 2 üstü x kvadratı üstə gəl 4x üstə gəl 5. Bunun qiymətləri çoxluğu. Və yaxud bunun ən kiçik qiyməti. Belə də sual verir. Bunun ən kiçik qiyməti? İnşallah. Siz niyə mən bir tapışmağı başa düşmədin? X plus 2'nin kvadrat plus 1. Yəni, düsturla hesablasaz, o yuxarıdakı kvadrat üzərinin ən kiçik qiyməti 1'dir. Düzdür mü? Deməli, burada, yəni onun ən kiçik qiyməti 1 olduğuna görə, x plus 2'nin kvadratı üstə gəl 1 ifadəsinin ən kiçik qiyməti 1 olduğu üçün və bu da əsası 2 olan artan funksiya olduğu üçün bu funksiyanın ən kiçik qiyməti 2 üstü 1, 2'dir. Aydın mı? Çünki artandırsa, üstü nə qədər kiçik olsa funksiyanın qiyməti bir o qədər kiçik olur.
Amma məsələn, mən bunu belə yazsaydım. Bəli. Artıq bunun mən kiçik qiymətini soruşa bilməyəcəkdim. Burada azalan olduğu üçün üstünün ən kiçik qiyməti var. Üstü ən kiçik 1 ola bilər. Amma bu ifadənin ən böyük qiyməti 2-də 1 olacaq. Bunun qiymətlər çoxluğunu soruşsa, mənfi sonsuzluqdan 2-də 1 olur. Yuxarıdakının qiymətlər çoxluğunu soruşsa, 2-dən müsbət sonsuzluq olur. Bəli, almır 2-ni. Bu 2-ni alıb da onsuz da. Bu 2-ni alıbdır. O ədədlər ora daxildir. Yuxarıdakı nümunələrdə daxil deyildi. O başqa. Amma bunlarda daxildir. Və yaxud y bərabərdir 3-ün üstündə modulda x plus 1 minus 2. Bu funksiyanın ən kiçik qiyməti. Bəli, 9-da 1. Üstünün ən kiçik qiyməti mənfi 2 eləyir. Çünki modulun ən kiçik qiyməti 0-dır. 0-dan 2 çıxana mənfi 2. Bu ifadənin ala biləcəyi ən kiçik qiymət 3-ün üstü mənfi 2-dir. Yəni 9-da 1-dir. Aydınmı? Yəni bunu bilməliyik. Bu belə. Üstü funksiyada qiymətlər çoxluğu ilə bağlı bu tip suallar görürük. Gələk loqaritmik funksiyaya. Loqaritmik funksiya üslü funksiyanın tərs funksiyasıdır. Bax, y bərabərdir. A üstü x-ə biz üslü funksiya dedik. Buradan, yəni a üstü x bərabərdir y tənliyindən biz x-i tapmaq istəsək, x nəyə bərabərdir? Loqaritm a üstdən y-ə bərabərdir, loqaritmanın tərifinə görə. Yəni, a-nın üstü x, y-dir. Biz funksiyada argumenti x, funksiyanı da y ilə işarə elədiyimiz üçün, yəni deyirdik, adın dəyişiliyi axırda x-dən y. Deməli, üslü funksiya, loqaritmik funksiya ilə qarşılıqlı tərs funksiya. Yəni, bu funksiyanın tərsi odur, onun da tərsi budur. Ona görə də bu, bunun tərsidirsə, bu a elə oradakı a-dır. Yəni, loqaritmik funksiyalarda a sıfırdan böyük, birdən fərqli olmalıdır. Çünki həmin a-dır. Və qarşılıqlı tərs funksiyaların təyin olması və qiymətlər çoxluğu yerini dəyişir. Çünki bunun x-i, onun y-idir. Ona görə burada təyin olması olur sıfırdan müsbət sonsuzluğa. Qiymətlər çoxluğu olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Ona görə də loqaritmik funksiyada ən çox sual təyin oblasından qoyulur. Çünki qiymətlər çoxlu olsa mənfi sonsuzluq müsbət sonsuzluqdur. Üçüncüsü, indi nümunələr göstərəcəm o təyin oblasından bağlı. Yenə üslü funksiyada olduğu kimi burada da əsas 0 ilə 1-in arasında azalan olur, olduqda azalan olur. Yəni, məsələn, y bərabərdir loqaritm 3-də 1 əsasdan x. Y bərabərdir loqaritm 7, belə deyək də, kök altda 7 çıxılsın 2 əsasdan x. Kök altda, yox, mən düzlədim, kök altda 7, 2 tam nə qədər 2 çıxar. Yəni, bunlar azalan funksiyadır. Amma əsas 1-dən böyük olanda artan olur. Məsələn, y bərabərdir loqaritm 3 əsasdan x. Y bərabərdir loqaritm kök altda 2 əsasdan x. Kök altda 2 1-dən böyük belədir. Ona görə bu artan funksiyadır. Bunun qrafikinə gələk. Loqaritmik funksiyanın qrafiki, yenə 2 dənə qrafikimiz var, azalan və artan hala görə. Deməli, əgər a 1-dən böyükdürsə, bu funksiyanın qrafiki belə olur. Yəni, y bərabərdir loqaritm a əsasdan x-in a böyükdür 1 olan halının qrafikidir. Y bərabərdir loqaritm a əsasdan x-də a 0 ilə 1-in arasında olduqda isə qrafikimiz bu şəkildə azalan halda belə bir qrafik olur. 0, y oxumuz, x oxumuz və 1 nöqtəmiz. Yəni, bu artan, bu da azalan halın qrafikidir. Burada bir dördüncü qayda da var. Ona aid də misallar çox düşür. Elə qrafikdən çıxan nəticədir. Loqaritmanın qiyməti nə zaman mənfi, nə zaman müsbət olur. Bunu biz üslü funksiya deyirəm, loqaritmik bərabərsizlikdə də lazımımız olur. A sağ ol. Deməli, loqaritm a əsasdan x-in qiyməti o zaman müsbət olur ki, burada 2 şərt var. Qoy belə 1-2 yazım. Ya həm əsas
Yine logaritm yazdım. Hem əsas, hem de argument birden büyük olsun ya da hem esas hem de argument sıfırdan birinin arasında olsun. Buna bakın grafikten görmək olur. Ne zaman müsbətdir? Yani apsis okundan yukarıdadır. Apsis okundan yukarıda olması için A da birden büyüdür, X de birden büyüktür. Veyahut A da sıfırdan birinin arasındadır, X de. Yani esasla argumentin ikisi de birden büyük veya ikisi de sıfırdan birin arasında olarsa logaritmanın qiyməti müsbət olur. Bunu özünüz sizə belə bir nümunə də göstərim. Bunun qiyməti neyinir? 3. Bunun qiyməti neyinir? 2. 4'te 1. İkisi de sıfırdan birinin arasında, ikisi de birden böyük olduğu hallarda logaritmanın qiyməti müsbət ədəd olur. O vaxt mənfi olur ki, biri sıfırla birin arasında olanda digəri birden böyük olsun. Yani A sıfırla birin arasındadırsa X birden böyük olsun, X sıfırla birin arasındadırsa A birden böyük olsun. Bakın, logaritm 2 əsasdan 4'te 1 ne verir? Mənfi 2. Logaritm 2'de 1 əsasdan 8'de verir. Mənfi 3. Yani biri sıfırla birin arasında ama digəri birden böyük oldu. Bu iki şərtdə, düzdür? Ona göre qiymət mənfi olur. Bu hesablaya biləcəklərimizdir. Amma bizim suallar hesablaya biləcəyimiz suallar olmur. Biz qaydanı dərk eləməliyik. Məsələn, verir logaritm kök altında 3 əsasdan 2. Mənfidir, müsbət? Müsbət. Niyə? X'in də qiyməti birdən böyüdür. Yəni bu da birdən böyüdür, bu da birdən böyüdür. Ona göre qiymət müsbətdir. Logaritm pi əsasdan sinüs 10. Mənfi. Sinüs onsuz da qiymətləri sıfırdan 1'e kadar olacaq da müsbət qoya bildiyim üçün. Düzdür mü? Bu sıfırla 1'in arasında ama bu birden böyüdür. Deməli bunun qiyməti mənfidir. Logaritm 7 əsasdan kök 2 minus 1. Mənfi. Çünki kök 2 təqribən 1/4'dür. Oradan da 1 çıxanda 0/4 olur. Yəni 0 ilə 1'in arasındadır. Amma argument birdən böyükdür. Düzdür mü? Logaritm tangens 47 əsasdan 2. Logaritm tangens 43 əsasdan 3. Niye? Tangens həmişə artan funksiyadır. 45'te 1 alırsa 47'de aldığı qiymət birdən böyükdür. Amma 43'te aldığı qiymət birdən kiçikdir. Bak ona göre biz bunları müəyyən edirik. Yəni bu tip suallar testlərdə var ki, aşağıdakilərin neçəsi mənfidir, neçəsi müsbətdir və yaxud hansıları mənfidir, hansıları müsbətdir. Bunu orada seçirik. Bir də təyin oblastımız. Deməli, y bərabərdir logaritm 2 əsasdan 3x minus 7'dir. Bunun təyin oblastını tap. Deməli, bunun təyin oblastını tapmaq üçün biz bunu böyükdür 0 yazmaq. Yəni logaritmik funksiyanın təyin oblastı hər zaman müsbət ədədlər çoxluq. Heç vaxt 0 belə ola bilməz. 3x böyükdür 7, x də böyükdür 7/3, yəni 2'dan 3'də 1'dən müsbət sonsuzluğa. Sonra, məsələn, y bərabərdir logaritm 3 əsasdan x plus 2 bölünsün x minus 1. Yəni müxtəlif belə deyək də bərabərsizliklərə toxunacaqları suallar qoyurlar. Yəni burada indi biz rasional bərabərsizliyə toxunduq. -2 və 1 qeyd edib intervallara ayırdıq. Müsbət, mənfi, müsbət. Bizə lazım oldu mənfi sonsuzluqdan -2'yə 1'dən müsbət sonsuzluğa. Y bərabərdir logaritm 2 əsasdan x kvadratı minus 4x plus 3'dir təyin oblastında. Bunlar hamısı təyin oblastı suallardır hələ ki. Böyüdür 0 yazırıq. Kökləri 1 ilə 3 olduğu üçün bəli, mənfi sonsuzdan 1'ə tərsine sürüşdü. Mənfi sonsuzluqdan 1'ə birləşir 3'dən müsbət sonsuzluğa. Bu şekilde biz bunların göreceğimiz suallar var. Bir de qiymətlər çoxluq sualda görürük. Tek-tük hallarda ama olur. Bu sualda təyin oblastı soruşmuram. Bu sualda artıq qiymətlər çoxluğu soruşuram. Bəyəklər hamısı təyin oblastı idi. Bunun qiymətlər çoxluğu? Səhv. 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 Düzdür. Bəli. Bu bir kvadrat üçədlidir.
Bəli. O bizə x plus 3-ün kvadratı plus 8-i verir. Hə? Get, cavab verin. Deməli, bunun ala bildiyi ən kiçik qiymət 8 oldu. Yəni, bu ifadənin ən kiçik qiyməti 3 olduğu üçün cavab 3-dən müsbət sonsuz olur. Yox, sən cavab verməmsən. Uşaq cavab verib haqq qazandı özünə. Nə axtarırdı? Eyb yoxdur. Eyb yoxdur, daha da qırarsan, dur, get. Hə, dur, get, düzəldəcəm də, dur, get. Onu nətər düzəldərsən? Deməli, sonra, sağ olun. Belə bir misallar da verilə bilər. Loqaritm x əsasdan, məsələn, nə yazaq? X plus 2. Deyir, bunun təyin oblastını tap. Təyin oblastı. Hı? Hı. Buraya x yazmışam. Bu x qaydadakı a-dır da. Bu x sıfırdan böyük birdən fərqli olmalıdır. Adili loqaritmada a sıfırdan böyük birdən fərqli olur. Digər tərəfdən də bura baxanda deyirik ki, bu sıfırdan böyük olmalıdır. İndi sıfırdan da böyük olmalıdır. Mənfi 2-dən də böyük olmalıdır. Biri də almamalıdır. İki qalsın da sıfırdan böyüdür, mənfi 2-dən də böyüdür. Sıfırdan böyük olmalı deyil. Bax. Biri deyir ki, sıfırdan böyük olsun. Deyəm. O birisi də deyir ki, mənfi 2-dən də böyük olsun. Amma biri də almasın. İndi bunların üçünün kəsişməsi, yəni ortaq hissəsi nə olur? Sıfırdan 1-ə, 1-dən müsbət sonsuzluğa. Aydın mı? Yəni bu tiplərdə olur. Və yaxud belə bir misal. Y bərabərdir 1 bölünsün loqaritm 3 aslan x. Deyir, bunun təyin oblastını tapın. Niyə sıfırdan 1-ə 1-dən müsbət? Tərsinə çevirək deyirsən. Ağıllı fikirdir. Razılaşa bilərik. Deməli, digər tərəfdən biz bilirik ki, bu x onsuz da sıfırdan böyük olmalıdır. Düzdür? Digər tərəfdən də bu kəsrin məxrəci olduğu üçün sıfır ola bilməz. Yəni, nəyə ala bilməz? 1-i. Nəticədə eyni şey oldu. Sıfırdan 1-ə 1-dən müsbət sonrası. Və yaxud dediyi kimi, tərsinə çevirsək, x arqumentə düşəcək. Amma orada məsələn x plus 2 olsa biraz zülm olacaq bizə, amma eləyə bilərik ki, razılaşdıq. Sonra y bərabərdir loqaritm 3 əsasdan 2 üstü x üstə gəl 2 üstü mənfi x üstə gəlinsin 7. Bu funksiyanın ən kiçik qiyməti. Niyə? Bəli. Buna bu tərsdir. Bunun ala biləcəyi ən kiçik qiymət nədir? 2. İndi mən oraya 2 yazmağıma görə 2 olmadı. Ya da 5 ilə yazsaydım. Burada 5 üstü x ilə 1 bölünsün 5 üstü x-in ən kiçik qiyməti 2-dir. Üzərinə də 7-ni gəldiyimiz üçün bu ifadənin ən kiçik qiyməti 9 edəcək. 2. Qiymətlər çoxluqda desə olacaqdı 2-dən müsbət sonsuz. Aydın mı? Yəni burada da yenə bizə koş lazım olur. Sonra ta ki belə bir sual verir. Deyir ki, fx bərabərdir a vurulsun loqaritm 3 aslan x plus 7 funksiyasının qrafiki deməli 3 4 nöqtəsindən keçir. Keçirsə f 9-u tapın. 9 demir. F 3-də 1-i tap deyir. Belə bir sual verir. İndi bu funksiyanın qrafiki. Bu nöqtədən keçirsə, mən x və y-in qiymətlərini aparıb qoyub yerinə a-nı tapmalıyam. Bu elədir a. Çünki loqaritm cəsindən 3 1-dir. A neçə oldu? Mənfi 3. Deməli, biz a-nı müəyyənlədik. İndi mən f3-də 1-i tapanda a öz yerində aparıb x-in də yerinə 3-də 1 yazmalıyam. X-in yerinə 3-də 1 yazanda nə oldu? O elədi mənfi 1, üzərinə də 7 gəldik 10. Aydın oldu. Bu da belə.